Yaxşı. Uşaqlar, bugünkü dərsimiz siyasi partiyalar mövzusudur. Bildiyiniz kimi 1905 manifestindən sonra Azərbaycan ziyalıları bir çox təşkilat və partiyalarda birləşmə qərarı alacaqdılar. Azərbaycan tarixində ilk siyasi təşkilat 1903-cü ildə Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Müsəlman Gənclik Təşkilatıdır. Azərbaycan müstəqilliyi və muxtariyyəti uğrunda mübarizə aparan ilk təşkilatlardandır. Burada öz həmfikirli insanları öz ətrafında toplayıb və birlikdə Rusiyanın müstəmləkə siyasətinə qarşı mübarizə aparırdı. Bizdə Məmməd Əmin Rəsulzadə tərəfindən yaradılan ikinci partiyası 1904-cü ildə Hümmət Partiyasıdır. Bu Müsəlman Gənclik, bu isə Hümmət Partiyasıdır. Hümmət Partiyası əslində belə bir növ yaradılmasında məqsəd Rusiya ilə Azərbaycanlı fəhlərin siyasi işini aparmaq, yəni siyasi cəhdlə təşkilatlandırmaq idi bu partiyanı. Hümmət Partiyasını yaratmışdır Rəsulzadə və lakin bu partiya sonrakı dövrdə Rusiyanın Bolşevik və Kommunist Partiyasının təsiri altına düşüb vahid və bölünməz Rus ideologiyasına çıxış elədiyi üçün Rəsulzadə və onun tərəfdarları bu partiyadan ayrılacaqdır. 1905-ci ildə bizdə yaradılan ilk partiya Rəfi Bəyov tərəfindən Qeyrət Partiyasıdır. Milli Partiya hesab olunacaqdır. Qeyrət Partiyası ilk muxtariyyət tələb edən partiya hesab olunacaqdır. Azərbaycan partiyaları içərisində ilk muxtariyyət tələb edən partiyadır. Həmçinin 1905-ci ildə Azərbaycan müsəlmanları tərəfindən yaradılan İttihad Partiyası idi. Müsəlmançılıq Partiyası da bu partiya içərisində olacaqdır. Sonra 1906-cı ildə yaradılan Difai Partiyası Əhməd Bərağayev rəhbərliyi altında yaradılmışdır. Bu partiyanın yaradılmasına məqsəd erməni qırğınlarına qarşı mübarizə aparırdı. Difai idi, müdafiə idi, ittifaq partiyalarıdır. Erməni qırğınlarına qarşı yaradılmışdır 1906-da, 7-də Gəncə və Bakıda. Lakin bunların içərisində ən güclü Difai Partiyasıdır. Difai Partiyası çünki həm ermənilərə qarşı çox güclü bir mübarizə aparan bir partiya olmuşdur. Həm Türkiyədə Gənc Türklər Hərəkatının nümayəndələrinə əlaqədar olmuşlar, həm Azərbaycanda bir çox yerlərdə bir növ belə deyək də Azərbaycanlılara qarşı bir növ ayrı-seçki edən şəxslərin öldürülməsinə, onların cəzalandırılmasına qarşı götürüləcəkdir və İrşad qəzeti bunların içərisində rəsmi qəzet orqanıdır. Difai Partiyası həmçinin muxtariyyət ideologiyasını özündə cəmləşdirən və muxtariyyət ideologiyasını təbliğ edən partiyalardandır ki, bu da Qeyrət Partiyasına oxşar cəhət olacaqdır. Bundan sonra 1907-ci ildə 6-7-də Müdafiə İttifaq partiyaları olacaqdır, yaradılmışdır. Bunlar da difai kimi bir növ belə deyək də erməni qırğınlarına qarşı yaradılan partiya olmuşdur. 1911-ci ildə Məhəmməd Əli Rəsulzadə, Məhəmməd Əmin yox, Məhəmməd Əli Rəsulzadə yaradılan Müsavat Partiyası idi. 1911-ci ildə yaranmışdır, bərabərlik təbliğ edirdi. 1912-ci ildə proqram nizamnaməsi, 1913-cü ildə xaricdən, mühacirdən gələn Məmməd Əmin Rəsulzadə rəhbərinə çevriləcəkdir. 1915-ci ildə Açıq Söz qəzeti bu qəzetin rəsmi qəzet orqanı olacaqdır. 1917-ci ildə isə ilk iclaslar keçiriləcəkdir və burada öz bir növ tələblərini açıqca ifadə edir. 1917-ci ildə Nəsib bəy Yusufəlinin bir növ sayəsi və təşrifi nəticəsində yaradılan partiyada Türk Fədəstlər Partiyasıdır. Türk Fədəstlər Partiyası Qeyrət Partiyası üçün muxtariyyət tələb edən partiyadır, qeyrətin yoluna gedirdi. 17-ci ildə müsavatla bir növ belə deyək də birgə ideologiya cəhətdən çıxış edildikləri üçün bir növ həmrəy olduqları üçün birlikdə birləşib Türk Müsəlman və Ədəmi Mərkəzi Partiyasını yaradacaqdılar. Bu da sizin partiyalar dərsiniz düşür.